Mən maşın istəyirəm, gəl atası ilə dalaşır. Maşın başqa etsinə. Yox, sən 100 dənə istəyən var. Prosto sadəcə indi bilsən niyə maşın istəyirsən? Qrup yoldaşın gəldi, bahalı maşından düşdü. Biraz da force elədi. Force elədi, sən də dedin, yox, məndə olmasın, şişdi bu istəyin. Deyirsən, yox, maşından başqa etsin istəmirəm. Cavanlar görsən, gülür, təsdiq eləyir. Bizim gəlib sonra günümüzü qara eləyir ki, mənim daha belə, sonra görsən ki, hansısa şərait onu vadar eləyir ki, o istək var idi, maşın istəyir, normal istəkdir, yaxşıdır. Hamının maşını olsun inşallah. Dinin problemi yoxdur maşınla. Rahatlıq istəkdir də bu. Amma ki, rahatlıq da tam təmin eləməyəcək. Alacaqsan, sonra görürsən ki, rahatlıq üçün başqa şeylər istəyirsən. Amma bir həddə yaxşıdır da, maşın sürmək problem deyil, əla bir şeydir. Sadəcə olduğundan önəmli görünür hərdən sənin üçün. Şərait qabardır, düşən ki, yox, mənim maşınım olmalıdır. Biraz səbr elə, görürsən, birazdan maşın istəyə getdi, şərait başqa istəyə gətirdi.